Qaynar xəttimizə paytaxtın Yasamal rayonu ərazisində keçmişdə Müdafiə Sənayesi Nazirliyinə məxsus olan Azon şirkətinin həyətyanı sayəsində böyük yaşıllıq zolağının məhv edilməsi ilə bağlı görüntülər göndərilib. Təqdim olunan görüntülərdə ağaclar gecə saatlarında kəsilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırması zamanı ağacların ərazidə tikinti işləri aparan Avant Qrup MTK tərəfindən kəsildiyi və təbiətə 117.060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. İllər ərzində salınan yaşıllıq sahəsi qısa müddət ərzində məhv edilib. Bu ərazinin bir neçə ay öncə çəkilən görüntülərdir. Bu kadrlarsa ərazidə yaşıllıq məhv olduqdan sonra sakinlər tərəfindən lentə alınıb. Paytaxtın Yasamal rayonu Şərifzadə 241 ünvanında Müdafiə Sənaye Nazirliyinə məxsus zavodun ərazisində onlarla sağlam ağac çıxarılaraq məhv edilib. Ağacların kəsildiyini qeydə alan sakinlər deyir ki, əraziyə gətirilən texnikalar gecə saatlarında işə salınır və ağaclar mərhələli şəkildə kökündən çıxarılaraq məhv edilir. Yasamal rayonu ərazisində yaşıllıq soyqırımı həyata keçirən şəxslərin sorağına düşdük. Təqdim olunan görüntülərdə zavodun ərazisindəki onlarla sağlam iri gövdəli şam ağacı kəsilərək qısa müddət ərzində məhv edilib. Belə son görüntülərdən də görmək mümkündür ki, ağaclar yaşıllıq soyqırımı gecə saatlarında, tikinti şirkətinin əməkdaşları tərəfindən gecə saatlarında həyata keçirilib. İndi zavod ərazisindəki onlarla sağlam ağacın kəsilmə, məhv olma təhlükəsi var. Vəhşicəsinə edirlər, yazın. İddialara görə zavodun ərazisi Avant Qrup tikinti şirkəti tərəfindən alınıb və ərazidə bir neçə binanın inşası nəzərdə tutulur. Avant Qrup tikinti şirkətindən qarşıdakı günlərdə açıqlama verəcəklərini bildirdilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və araşdırmalar davam etdirilir. Yasamal rayonu Şərifzadə küçəsi köhnə Azon zavodunun ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb. Araşdırma zamanı ağacların sözü gedən ərazidə tikinti işləri aparan Avant Qrup MTK tərəfindən kəsildiyi və nəticədə təbiətə 117.060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərtibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır. Məsələ ilə bağlı Yasamal rayonu İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.